Bağışlayan və mehriban Allahın adıyla hər birinizi xoş gördük, əziz və dəyərli müsəlmanlar, dəyərli dostlar. Həzrət İmam Cəfər Sadiq əleyhissalamdan bir dənə çox gözəl hədis var. Həzrət buyurur ki, möminin mömin qardaşının üzərində 3 dənə haqqı var. Bu haqlara diqqət yetirmək lazımdır. Birinci budur ki, möminin boynundakı haqqı, əgər onun sənin köməyinə ehtiyacı varsa da onun imdadına çatasan, onun köməyinə yetəsən, ona köməklik eləyəsən, maddi, mənəvi, fiziki və hər hansı bir vasitə ilə sənin ki, köməyinə ehtiyacı var, gərək o vasitə ilə onun köməyinə çatasan. İkinci haqqı budur ki, onunla dərdləşəsən, onun dərdini bölüşəsən. Hər hansı bir problemi varsa, hər hansı bir dərdi səri varsa da, gərək həmin onun dərdini bölüşəsən ki, o dərd onun qəlbində iz tapmasın, yer tapmasın, onun qəlbini xarab eləməsin. Buna gərək diqqət yetirəsən. Üçüncü, möminin boynundakı haqqı isə onun sirrini qorumaqdır. Bəzən olur ki, cəmiyyətdə bir mömin qardaşımız, bir əzizimiz hansısa bir xəta eləyir, bir səhv eləyir, bir sirr əmələ gəlir sənlə onun arasında. Sən gərək kişilik eləyəsən burada, mərdlik eləyəsən, necə ki, özünə öndər götürdüyün Həzrət Rəsulullah və onun əhl-i beyti və o fəzilətli sahabələr ki, nə cür olub bir-birinə sadiq qalıbdılar, gərək sən də o ümmətdən hesab olmaq istəyirsənsə də, gərək sən də möminin bir sirrini qoruyasan, hər hansı bir problemi olanda onu cəmaətin içərisində faş etməyəsən. Məhsumlardan bu barədə çoxlu sayda hədis var ki, deyir, mömin hesab olunmaz o zamana qədər ki, bir mömin qardaşının 40 dənə böyük günahını gizlətsin, saxlasın. Yəni, bir nəfərin, bir müsəlmanın eyiblərini gizlətmək, onun üstünü örtmək, ona, misal üçün, yanında olmaq, o elədikləri, təbii ki, elədikləri səhvi ona başa salmalısan, ondan çəkindirməlisən. Amma o ki, səhv eləyib, o ki, günah iş görübdür və xəcalətlidir, peşmandır elədiklərinə görə, sən də onu hər kəsin içərisində açıb ağardıb faş eləmə, kimisə də yanında o barədə danışma. Sən o zaman mömin hesab olunarsan ki, öz mömin qardaşının sirrini qoruyasan, öz müsəlman bacının qardaşının sirrini qoruyasan və nəinki, misal üçün, bəzi şəxslər kimi oturasan, məclis qurasan, onların eyiblərini faş eləyəsən. Allahdan arzum budur ki, Allah bizləri bu haqlara riayət eləyənlərdən qərar versin və bizləri dünya və axirətdə Quran və əhl-i beytdən ayrı salmasın. Vəsselamu aleykum və rəhmətullah və bərəkatuhu.